Salam hər kəsə. Dərsimiz Azərbaycan tarixindən Atabəylər dövlətidir. Biz bundan əvvəlki mövzumuzda keçdik, izahı da var kanalda da. Səlcuqlar dövləti. Səlcuqlar dövləti artıq Azərbaycanı öz tərkiblərinə qatmışdılar, digər bölgələrdə olduğu kimi. Şirvanşahlar dövləti var idi Azərbaycan ərazisində və Şirvanşahlar dövləti də Səlcuqlardan vasitə idi. Onlar məlik titulu daşıyırdılar. Düzdür, Səlcuqlar dövlətinin parçalanmağından istifadə edir, Şirvanşahlar dövləti də müstəqilliyin bərpa eləmişdilər. Artıq biz keçdik ki, 1157-ci ildə Səlcuq dövləti parçalanır. Və parçalanandan sonra yeni Səlcuq dövlətləri yaranır, Konya Səlcuq dövləti. Azərbaycan ərazisinə aid olan, yəni Azərbaycanı özündən tabe edən Səlcuq dövlətinin adı isə İraq Səlcuq sultanı idi. Və bu dövrdə hakimiyyətdə olan İraq Səlcuq sultanı 2-ci Toğrul olmuşdu. Sultan 2-ci Toğrul adını çəkirik Eldənizlərin ilk nümayəndəsi. Eldənizin 1136-cı ildə Aran hissəsini Eldənizə iqta kimi verir. Biz iqta torpaqları keçmişik də, hərbiçilərə verilirdi və iqtanı da Eldənizə verir. Elə bu iqta verməklə Səlcuq dövlətini süquta çıxartmışdı. Daha sonra Eldənizdən biz əvvəl danışaq. Eldəniz özü qul olmuşdu. 5-ci sinifdə biz bunu keçmişik. Hələ 40 quldan biri olmuşdu. Daha sonra irəliləyərək öz məharətini göstərərək sərkərdə vəzifəsinə yüksəlir və mühüm dövlət vəzifələrindən birinə ələ keçir. Bunun da ən mühümü Atabəy vəzifəsi idi. Atabəy vəzifəsi o deməkdir ki, yəni Səlcuq dövlətində hökmdar var, hökmdardan sonra ikinci adam baş vəzirdir. Həmin o baş vəzir də elə Atabəy olurdu. Yəni ki, məsləhətçisi, sultanın məsləhətçisi, uşaqlıqdan o sultanlığı hazırlayan adam. İkinci Toğrul Aranı Eldənizə verməzdən əvvəl də öz oğlu Arslanşahın Atabəyi təyin edilmişdir ki, yəni Atabəy Şəmsəddin Eldəniz Arslanşahı hakimiyyətə hazırlasın. Bu da gələcəkdə Eldənizin nüfuzunu daha da yüksələ bilərdi ki, Arslanşah sultan olsa, Eldəniz də olacaqdı tək Eldənizlər dövlətinin yox, bütün İraq Səlcuq sultanında ikinci bir adam, daha nüfuzlu adam. Belə də olur. 1161-ci ildə Qızıl Arslan hakimiyyətə gəlir. Bundan bir il öncə Eldəniz 1160-cı ildə Böyük Atabəy titulunu alır. Böyük Atabəy titulunu alır. Deməli, Eldəniz 1160-cı ildə Böyük Atabəy titulunu aldı. Bundan bir il sonra 1161-də Qızıl Arslan hakimiyyətə gəldi. Bu Eldənizin nüfuzunu daha da yüksəldir. Eldəniz bununla, deməli, Eldənizlər dövlətinin qurulmağından danışaq. Eldəniz dövlətini qurur, öz dövlətini dedik. 1136-cı ildə İraq Səlcuq sultanı iqta kimi verəndən sonra 1136-da dövlətini qurur və dövlətin paytaxtı olur Naxçıvan şəhəri. 1160-da Böyük Atabəy titulunu alandan sonra dövlət daha da güclənir. Kənar ərazilərə gedir, artıq digər əraziləri də öz tərkibinə qatır. Yəni İraq Səlcuq sultanı buna iqta verdiyi ərazilərdən başqalarını da gedir tərkibinə qatır. Elə biri Şirvanşahlar dövləti olur. Artıq Şirvanşahlar Eldənizlərdən asılı hala gəlir. Xuzistan, Həmədan, Rey, digər bölgələr də Eldənizlərin tərkibinə qatılır. Eldənizin hakimiyyəti illərində. Bu biz əzbəri bilməliyik. Və bir də burada bir cümlə var. Bu cümlə yadımızdan çıxmamalıdır ki, Eldənizlər dövlətinin ərazisi Dərbənddən İran körfəzinə qədər uzanır. Böyük bir ərazini əhatə edir. Sonra Eldənizin dövründə bunlardan danışdıq. Bir də 1139-cu ildə burada zəlzələ baş verir bu hissədə. Bu hissədə də vaxtında 1063-cü ildə Usta İbrahimoğlu tərəfindən Gəncə qala qapıları düzəldilmişdi. Həmin bu Gəncə qala qapıları da 1-ci Demetri Gürcü, 1-ci Demetri basqın eləyir. Yəni ordunun zəifləməyindən, xalqın müqavimət göstərə bilməyindən. Çünki zəlzələ olub axı. Gəlir, qarət eləyir, Gəncə qala qapılarını da götürür, bir tayin aparır. Bu vaxtı artıq Gəncə Eldənizlərdə deyildi. Ona görə yəni Eldənizlər dövləti 1136-da qurulsa da, Gəncə hələ ki Eldənizlərdə deyildi. Bundan istifadə edib aparırlar. Amma ilk dəfə 1163-cü ildə Gürcülər 1163-cü ildə ilk dəfə. Bura biz niyə ilk dəfə yazırıq? Bundan əvvəl də Gürcülər yürüş eləyib də. Yəni Eldənizlər dövləti mövcud olandan sonra ilk dəfə 1163-də yürüş eləyir Gürcülər. Gəlirlər, ani şəhərini tuturlar, qarətlər eləyirlər. Buna cavab olaraq da Eldəniz qoşun göndərir bunlara qarşı durmağa. Yəni ilk dəfə gəlir 1161-ci ildə. Eldəniz buna cavab olaraq 1163-cü ildə qoşun göndərir və ani şəhəri, Dəbir şəhəri Eldənizlərin əlinə keçir. Yəni Gürcülərdən təmizlənir. Daha sonra biz danışırıq
1175-ci ildə yenidən Gürcüstana səfərlər olur. Bu vaxt səfər edən Məhəmməd Cahan Pəhləvan idi. Amma Məhəmməd Cahan Pəhləvan hələ hökmdar deyil. O sərkərdə kimi 1175-də Gəncəyə, Gürcüstana uğurlu yürüşlər eləyir və Eldənizlə onun yoldaşı Naxçıvanda həyatlarını itirirlər. Bundan sonra hakimiyyətə gəlir 1175-ci ildə Məhəmməd Cahan Pəhləvan. 1175-1186-cı illər ərzində Məhəmməd Cahan Pəhləvan nə işlər görür desək, elə bayaq dedik, Gürcüstana yenə uğurlu yürüşlər eləyir. Yəni bunun hakimiyyətinə aiddir. Deməli, Eldənizlə oxşar cəhətdir Gürcülərə yürüyüş. Qalib gəlir bu yürüşlərdə. Yəni hakimiyyəti möhkəmləndirir. Həmədandır, Xozistandır, Reydir, Naxçıvandır. Bu hissələrdə Məhəmməd Cahan Pəhləvan hakimiyyətini gücləndirir. 50 minlik mükəmməl süvari ordu yaradır. Bu ikisində də var. Eldənizin dövründə 50 minlik atlı qoşun yaranır. Cahan Pəhləvan dövründə 50 minlik mükəmməl süvari. Yəni bir dənə fərqi olur ki, Məhəmməd Cahan Pəhləvan daha mükəmməl ordu yaradır. Sonra Eldənizlərin nüfuzu tanınırdı. Bunun dövründə Əhər məlikləri öz pullarında Eldənizlərin adını zərb edirlər, yəni onların adı yazılır. Biz necə ki, Atropaten Albaniyada keçsək ki, Makedoniyalı İskəndərin adı yazılır bu pullara. Artıq Atropaten Albaniya pullarına. Bu dövrdə də yəni Əhər məlikləri də Eldənizlərin adını öz pullarına yazırdılar. Sonra Məhəmməd Cahan Pəhləvan öz adına xütbə oxutdurur. Bunlardan danışıb, Gürcüstanla yürüşlərdən qeyd etdik. Və 1186-cı il, birdən 1175-ci ildə paytaxtı Naxçıvandan köçürdür Həmədana ki, Cənub ərazilərə də yeni işğallar etsin, torpaqları daha da genişləndirsin. 1186-cı ildə Məhəmməd Cahan Pəhləvan hakimiyyətdən getdikdən sonra hakimiyyətə gəlir Qızıl Arslan 1186-1191. Bunun dövründə biz iki dənə əsas nüansda danışırıq. 1191-ci ildə İraq Səlcuq Sultanı 3-cü Toğrula qalib gəlir. Niyə İraq Səlcuq Sultanı ilə bunlar müharibə eləyirlər? Çünki əvvəllər bunun tərkibində idi. Artıq Eldənizlər İraq Səlcuq Sultanlığının öz torpaqlarını ələ alırlar. Bu da İraq Səlcuq Sultanlarının xoşuna gəlmir, buna görə də müharibələr olur. Bu müharibədə Qızıl Arslan qalib gəlir, yeni ərazilər əldə edir və bir də 1191-ci ildə Azərbaycan tarixində biz ilk dəfə deyirik ki, sultan titulu əldə edən hökmdar. Yəni bu testlərdə bizim qarşımıza çıxır və 1191-ci ildə sultan titulunu alır. Bunu kimin razılığı ilə alır? Xəlifənin razılığı ilə alır. Yəni müsəlman xəlifəsinin razılığı ilə sultan titulunu aldı Qızıl Arslan. Qızıl Arslan barədə bunu dedik. Bundan sonra gəlir hakimiyyətə Məhəmməd Cahan Pəhləvanın oğlu. Qızıl Arslan Məhəmməd Cahan Pəhləvanın qardaşı idi. Hakimiyyətə gəlir artıq Əbu Bəkir. Həm də Qızıl Arslan Əbu Bəkirin atabəyi olmuşdu. Əbu Bəkir gəlir 1191-1210-cu illər. Bunun dövründə danışırıq, o çox işğallar eləmir, ölkəyə diqqət ayırmır, iqtisadiyyat zəifləyir, ölkə zəifləyir, ara müharibələr çoxalır, dövlət zəifləməyə başlayır. Kimin dövründə? Əbu Bəkirin dövründə. Yəni mərkəzləşməyə meyil göstərmir bu Əbu Bəkir. Burada əsas biz iki dənə nüansdan danışırıq. 1194-cü ildə Xarəzmşah Təkəş gəlir, Həmədanı, Reyi, digər bir sıra əraziləri Eldənizlərin əlindən qoparır. 1197-ci ildə yenidən Eldənizlərin paytaxtı uğrunda, Həmədan uğrunda döyüş baş verir. Bu döyüşlə Xarəzmşahlarla 1197-ci il döyüşü. Bu 1194-də Eldənizlər məğlub olur. Qarşına çıxaq yazmışam. 1197-ci ildə isə Eldənizlər Xarəzmşahlara qalib gəlirlər. Bundan sonra Xarəzmşahlar artıq geri çəkilir. Əbu Bəkir burada qalib gəlsə də dövlət yenə zəifləməyə, parçalanmağa doğru gedir, çıxır və Eldənizlərin sonuncu hökmdarı Özbək gəlir hakimiyyətə 1200-1225-ci illər ərzində. Özbəyin dövrü də, biz onu deyirik, uğursuz hökmdar, amma Özbəyi də qınamaq olmur. Niyə? Özbəyin dövründə artıq bütün dünyanı qorxuya, vahimiyə salan Monqollar gəlir yürüşə, Xarəzmşahlar gəlir yürüşə. Yəni Özbək çox uğursuz bir vaxtda, talihsiz bir vaxtda gəlmişdi hakimiyyətə. Ona görə də uğursuz olur. 15 il cəmi hakimiyyətdə olur. Bunun dövründə dövlət ərazilərini itirir, artıq qısa bir əraziyə məhdudlaşır Eldənizlər dövləti. Elə sonu da həmin bu Xarəzmşahlar tərəfindən, Xarəzmşah Cəlaləddin tərəfindən olur. 1225-ci ildə
Xarəzmşah Cəlaləddin tərəfindən 1225-ci ildə dövlət süquta uğrayır. Eldənizlər dövləti haqqında bunları danışdıq. Ümumiləşdirmələr deyirik. İndi qulaq asırsınız bayaqdan. Deyən görün, Məhəmməd Cahan Pəhləvanla Eldəniz arasında oxşar cəhət nə oldu? Əla. Aha, qəbul edirik. Sonra İlham Həsən fikirləş. Deməli, Eldənizlərlə, yəni Eldənizlə Məhəmməd Cahan Pəhləvan arasında oxşar xüsusiyyətləri yazırıq bura. Birini yazdıq. Atlı qoşuna yazdıq, süvariyə yazdıq at. İkincisi, Gürcülərlə mübarizə. Bu mübarizələrdə kim qalib gəlirdi? Gürcülərlə mübarizə. Daha sonra ikisi də nə olub? Dövlətin hökmdarı olublar. Eldənizlər dövlətinin hökmdarı olublar. Sonra nələr deyə bilərik? Başqa, ağlımıza nələr gəlir? Fikirləşək. Aha. Bəli, yeni yürüşlər eləyirdilər, yeni fəthlər eləyirdilər. İqtalar, torpaqlar paylanırdı Eldənizlərin dövründə də. Sonra keçdik. İlk dəfə sultan titulu əldə edən hökmdar kim olmuşdu? Bəli, Qızıl Arslan olmuşdu. Belə, dərsimiz bu qədər. Biraz xəritədən danışaq biz. Eldənizlərin ilk paytaxtı oldu Naxçıvan şəhəri. Daha sonra neçənci ildə köçürtdülər Həmədana paytaxtı? Deyin, yazın. Həmədana paytaxtı. Məhəmməd Cahan Pəhləvan nə vaxt gəldi hakimiyyətə? 1175-də deməli paytaxt köçdü Həmədana. Həmədan uğrunda vuruşmadan danışılır, Həmədan demişkən. Bu 1194-cü ildə Xarəzmşahlar gəlir, 1197-ci ildə Həmədan uğrunda vuruş olur. Bu vuruşmada Əbubəkir qalib gəlir. Sonra biz bundan sonraki dərsdə Monqolların izahı da var kanalda. Həmin dərsdə Özbəyin hakimiyyət illərində Monqollar necə yürüş edirlər, yenə xəritə üstündədir, hansı torpaqları ələ keçirirlər, Eldənizlər dövlətinin varlığına Xarəzmşahlar necə son qoyur, o haqqında baxa bilərsiniz. Bundan əvvəlki dərs Səlcuqlarda da Səlcuq dövlətinin yaranması, torpaq dövlət idarə etməsi haqqında baxıb bu mövzunu daha yaxşı mənimsəmək mümkündür. Belə. Azərbaycanda Atabəylər dövləti dərsimiz haqqında bu qədər.